Salam uşaqlar, xoş gördük sizləri yenidən. Bu günlərin mayın 7-sidir. 2026-cı il mayın 7-si gördüyünüz kimi biz yenidən əməliyyatlar açmışıq. Qızıldayıq, Qızılda. Qızılda biz əməliyyatlar vermişik deməli. Gördüyünüz kimi 4 saatlıq da burada trendi kəsib. Trend kəsdiyinə görə biz artıq sellərə yox, baylara əməliyyat açırıq. Bizim burada əməliyyatlarımız var, gördüyünüz kimi. Bizim burada əməliyyatlarımız var. 4735 də bir əməliyyatımız var. Baydadır, gəlirdədir və 47444-də və 447.046-da yeni əməliyyatlarımız var. Bunlar da gəlmək üzrədir, yəni. Trend yuxarı olduğuna görə problem yox. Hələ ki ziyandayıq və bu yuxarı getməyə 90% yuxarı gedəcək. Gördüyünüz kimi gedir yuxarı. Hələ ki gözləyirik. Gördüyünüz kimi zərərlər yəni olmur da artıq. Buradakı əməliyyatımız var, burada yuxarı gedir. Yuxarı getdiyi təqdirdə biz bunları bağlayarıq. Bağlayıb yeni əməliyyatlar açarıq. Yəni bunların tek profitlərini qoyaq buna. 47-49 47-49 47-49 bunu kopyalayaq. O birlərinin üzərinə qoyarıq. Tek profit burada. Bunun tek profitini də qoyaq. 47-49 bunun da tek profitini qoyaq. 47-49 sonra hansı qaldı? 47-49 və bunu da 47-49 edək. Amma bu iki dənəni hələ ki biz etmirik. Bunları biz sığortalayacağıq. Yuxarı gedib bunları götürsə, biz bunları sığortalayacağıq. Hələ ki bu qədər məlumatlar verəcəyik. Gördüyünüz kimi dostlar, burada biz tek profitimizi qoymuşduq. Gəldi götürdü onları. Baxın burada. Tek profitlərin hamısını götürdük. 112 dollar biz xeyirdəyik. Belə oldu təqdirdə biz bunları sığortalayaq. Ən azı 1 dollarla da olsa gəlirlə çıxaq bazardan. Bunu sığortalayaq. Bizim burada bir dənə buy limitimiz var. Saat üstə gəlsə bura buy limiti götürüb çıxsın yuxarı. İstiqamət yuxarı olduğuna görə biz buyları açırıq. 4 saatda bir daha baxırıq. Biz buylara siqnal veririk. Günlərin mayın 7-sidir. Ha görə xəbərlər var. Mayın 7-sinə.
7'si gördüyümüz kimi. Elə də güclü xəbərlər yoxdur. Hamısı zəif xəbərlərdir. Yenə də hər ehtimala qarşı ehtiyatlı olmalıyıq. Saat 5'ten sonra. Üç saatlık trendi kəsib yuxarı doğru gedir. 4 saatda baxdığımız, gördüyümüz kimi. Belə. Bunları biz sığortaladıq. Heç olmasa biz bunları $1 sığortalayaq. Tak. 42.90 edəcəyik bunu. 42. 42.90. Heç olmasa $1 xeyirlə çıxaq aşağı düşdüyü təqdirdə. Bunu da sığortalayaq. $1 sığortalayaq. Sığortalama sığortalamışıq, amma $1 sığortalayırıq. 47 36 .50. Bunu da $1 sığortaladıq. Gördüyünüz kimi. Aşağı gəlsə belə biz zərər çıxmayacaq. Ən aşağısı $1-la xeyirlə çıxacaq. Hələlik bu qədər gözləyirik dostlar, görək nə olur. Amma indiki hal-hazırdakı vəziyyətdə biz $112.95 xeyirdəyik. Gördüyünüz kimi mayın 7-sidir, 5-ci ay 2026, saat 16:40. Buranı qırdığı təqdirdə bu çox güman ki, var gedəcək. Hal-hazırda olduğu kimi sığ əməliyyatlarımız da var, görürsünüz. $33 65 sent, $31 $35 da fırlanır. Yəni ümumi nəticə 170 174 $175 burada oynayır. Sığ əməliyyatlarımız da var və bağlı əməliyyatlarımız bugünkü $112.95 biz xeyirdəyik. Gördüyünüz kimi, yəni yuxarı getmək istəyir. Buranı qırdığı təqdirdə yuxarı gedəcək.